Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir. Səfərin məqsədi Azərbaycanla Çin arasında, xüsusilə də Sumqayıt şəhəri ilə Çin şəhərləri arasında dostluq, humanitar və iqtisadi əlaqələrin daha genişləndirilməsidir. Səfər çərçivəsində nümayəndə heyəti Mianyang şəhərinin tərkibində olan Jiangqiu şəhərinin meri ilə görüşüb. Görüşdə Sumqayıt və Jiangqiu şəhərləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması, təhsil, mədəniyyət, sənaye və texnologiya sahələrində birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub. Zakir Fərəcov səfər çərçivəsində Çinin Sichuan əyalətinin Jiangqiu şəhərində olub. Burada o 2008-ci ilin mayında Sichuan əyalətində baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycan dövlətinin göstərdiyi humanitar yardımın simvoluna çevrilmiş Xouba qəsəbəsindəki məktəbi ziyarət edib. Məlumat verilib ki, həmin zəlzələ nəticəsində məktəb binası tamamilə dağılmışdı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişi ilə Sichuan əyalətində dağılmış məktəb yenidən inşa olunub. 2008-ci ilin dekabrında Vençuan bölgəsinin Xouba yaşayış məntəqəsində müasir tədris avadanlıqları ilə təchiz olunmuş, bütün lazımi şəraiti olan məktəb binasının inşasına başlanılıb və 2012-ci ilin fevralında layihə tam başa çatdırılıb. Məktəbdə keçirilən görüş zamanı Zakir Fərəcov şagirdlər və pedaqoji kollektivlə tam səmimi söhbət aparıb. Azərbaycan xalqının dost Çin xalqına olan hörmət və ehtiramını çatdırıb. Prezident İlham Əliyevin adından məktəbə kompüterlər hədiyyə olunub. Şəhər rəhbərliyi göstərilən diqqət və qayğıya görə prezidentə minnətdarlığını ifadə edib və nümayəndə heyəti rəhbərindən onun salamlarını çatdırmağı xahiş edib. Nümayəndə heyəti səfər çərçivəsində Çin tarixinin ən görkəmli şairlərindən biri sayılan Li Bainin doğulduğu şəhərdə də olub. Zakir Fərəcov Li Bainin yaşadığı, hazırda muzey kimi fəaliyyət göstərən evdə olub. Burada qədim Çin mədəniyyəti, poeziya ənənələri və iki xalqın mədəni irsinin oxşar cəhətləri barədə məlumat alıb. Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə səfəri Azərbaycanla Çin arasında dostluq münasibətlərinin dərinləşməsinə, həmçinin humanitar və təhsil sahəsində əlaqələrin möhkəmlənməsinə xidmət edir.